Belə bir tənlik imtahanda qarşınıza çıxa bilər. İndidən baxın ki, imtahanda vaxtınız getməsin. Deməli, gördüyünüz kimi 2 dənə modul ifadənin fərqi bərabər 8 verilib və bizdən tənliyin köklərinin cəmini tapmağımızı istəyir. Əvvəlcə görürük ki, buradan 2-ni mörtəzə xaricinə, yəni modulun xaricinə çıxarda bilərik. Onda yazaq 2 vurulsun. Modulda qalar x çıx 2. Çıxsın x çıx 2 modulda. O da bərabər 8. Bir modul x çıx 2-yə bir a kimi baxsaq, onda bu formaya düşər. Yəni 2a çıx a bərabər 8. Buradan da qalır a bərabər 8. Biz demişdik a-ya nə kimi baxdıq? Modul x çıx 2 kimi. Deməli, modul x çıx 2 bərabər 8 yazaq. Bu cür tənlikləri də necə həll edirik? Bir dəfə yazırıq. Deməli, x çıx 2 bərabər 8. Yəni, modulun müsbət olduğunu fərz edirik. İkinci dəfə isə yazırıq. X, daha doğrusu modula ehtiyac yoxdur burada. X çıx 2 bərabər -8. Birincini həll etsək x bərabər 10. İkincini həll etsək x bərabərdir -6 taparıq. Deməli, tənliyin 2 kökü var. Bizdən də köklərin cəmini soruşurdu. 10 üstəgəl -6 bərabər -4. Yəni C variantı. Daha çox üçün abunə olun.